Salam. Yenidən bu fəlsəfi təhlilimizdə səni görmək çox xoşdur. Deməli, bugün üçün sənə elə bir mənzərə təqdim edəcəm ki, yəqin ki, bütün məntiqi alt-üst edəcək. Təsəvvür elə. Aha, buyur. Təsəvvür elə ki, kimsə ya da hansısa böyük dərk olunmaz bir qüvvə bütün kainatı götürür. Galaktikalar, ulduzları, yəni səni və məni böyük bir güclə sıxaraq mütləq yoxluğa çevirmək istir. Yəni heçliyə. Bir növ hər şeyi o qədər kiçildir və əzir ki, ortada varlığa dair heç nə qalmasın. Düzdür? Dəqiq. Amma çox qəribə bir şey baş verir. Bu qorxunc məhv etmə cəhdi yoxluğa yox. Əksinə, əvvəlkindən daha böyük, daha mükəmməl və daha işıqlı yepyeni bir kainat partlayışına səbəb olur. Bax, reallığın təbiəti ilə bağlı ən böyük sir də elə sənin dediyin bu paradoksda gizlidir. Yəni, bugün təhlil edəcəyimiz mənbə olan böyük yaradan və əbədiyyət mətni də məhz bunu deyir. Aha. Sənin təsvir etdiyin bu apokaliptik mənzərənin əslində bir son yox, bütöv bir kainat mexanizmi olduğunu irəli sürür. Biz bugün müzakirə edəcəyik ki, yoxluq, yəni heçlik anlayışı niyə tamamilə mümkünsüzdür? Məhz bu məqam bizim araşdırmamızın əsas onurğasıdır. Çünki sən kainatın necə sonlanacağını anlamaq üçün əvvəlcə onun necə işlədiyinə baxmalısan və mənbə çox cəsarətli bir iddia ilə çıxış edir. Hansı ki, varlığı məhv etmək qeyri-mümkündür iddiası. Bəli, çünki var olan hər şey həmişə öz əsasına, yəni böyük yaradanın işıq vəhdətinə qayıdır. Çoxumuz böyük partlayış, yəni Big Bang deyəndə fiziki bir xaos, dağıntı düşünürük. Amma mətn bunu yaradanın öz işığını paylaması kimi qələmə verir. Və ən əsası, yəni bu akt sadəcə milyardlarla il əvvəl olub bitmiş bir şey deyil, mənbə çox maraqlı elmi bir detala toxunur. Relikt temperaturunu deyirsən yəqin. Tamamilə doğrudur. Fəzalar arasındakı o 3 Kelvin, yəni mənfi 270 Selsius olan relikt temperaturuna, elmdə buna kosmik mikrodalğalı arxa fonu şüalanması deyilir. Mətn deyir ki, bu prosesin hələ də davam etdiyini göstərir. Gözlə, yəni bu relikt temperatur məsələsini biraz da açaq ki, tam aydın olsun. Bunu belə anlaya bilərik, yəni təsəvvür et ki, maşınla uzun yola çıxmısan. Sonra mühərriki söndürüb düşmüsən. Kapota əl vuranda görürsən ki, hələ də istidir. Elm adamları bunu belə şərh edir ki, motor milyardlarla il əvvəl partlayıb, indi sadəcə soyuyur. Düzdür. Standart kosmoloji model belə deyir. Amma təhlil etdiyimiz bu mətn deyir ki, yox. O temperatur motorun soyuması deyil, əslində mühərrikin hələ də işlədiyinin göstəricisidir. Yəni yaranış bu saniyədə daxildən qaynayır. Dəqiq elədir. Bax, fizika ilə metafizikanın kəsişdiyi yerdə budur. Mühərrik dayanmayıb. Özdə mətndə o prosesin necə davam etdiyini göstərən başqa bir detal da var. Xakiliyi yaradan bozluq. O məsələ mənim üçün çox maraqlı idi. Deməli, qırmızı və qəhvəyi rəngin qarışığı olan bu xakilik yaranışa istilik və enerji verir. Bu da mənbədə xüsusi vurğulanır. Mən onu oxuyanda düşünürdüm ki, niyə məhz xaki? Yəni, niyə göy yox, yaşıl yox, məhz qırmızı və qəhvəyi rənglər? Bunun fəlsəfi tərəfi nədir səncə? Yəni, əgər elektromaqnit spektrinə baxsaq, qırmızı və qəhvəyi çalalar, xüsusən infraqırmızı dalğalar, kainatda istilik enerjisinin ən təməl daşıyıcısıdır. Bunlar rentgen kimi dağıdıcı deyil. Yəni aşağı tezlikli, isidici dalğalardır. Bəli, mənbə qırmızı və qəhvəyi rəngi deməklə kainatın yaradılışındakı o ilkin isidici enerjini vizuallaşdırır. Bu istilik hər şeyi bir yerdə tutan işıq vəhdətinin bir hissəsidir. Bax, hər şeyi bir yerdə tutan vəhdət deyəndə, mənim ağlıma dərhal çox sadə məişət analogiyası gəlir. Təsəvvür et ki, tort bişirmisən, un, yumurta, şəkər qarışıb olub tort. Çox dadlı səslənir, bəli. Amma indi kimsə gəlib deyir ki, o tortu yenidən xam una və yumurtaya ayır. Bu mümkündür? Yox, təbii ki. Eyni ilə varlığı da o işıq vəhdətindən qoparmaq üçün gərək bütün kainatları eyni anda xam vəziyyətə qaytarasan. Bu da qeyri-mümkündür. Tort misalı həqiqətən əladır, çünki maddənin geri çevrilməzliyini gözəl göstərir. Amma
Bilirsən, fiziki tort xarab ola bilər, metafizik varlığı dağılmaqdan qoruyan isə yaradanın bitməz tükənməz işığıdır. Və bu bizi çox böyük bir problemə gətirir. Hansı problemə? Yəqin ki, insanların o fanilik məsələsini deyirsən. Tam olaraq onu deyirəm. Əgər varlıq belə möhkəm vəhdətdədirsə, yəni heç vaxt məhv edilə bilməzdirsə, bəs niyə əsrlər boyu insanlar bu dünyanın fani və puç olduğunu düşünüb? Bəli, bu çox maraqlı bir paradoksdur və mənbə çox sərt şəkildə deyir ki, fanilik düşüncəsi kökündən yanlışdır və zərərlidir. Yəni, reallığı inkar etməkdir. Düzdür. Hətta mənbə fəlsəfə tarixinin ən məşhur konsepsiyalarından birinə, o inkarı inkar qanununa birbaşa qarşı çıxır. Hegelin və Marksın o məşhur qanununa. Bax, gəl dinləyicilərimiz üçün o inkarı inkar məsələsini biraz aydınlaşdıraq. Klassik fəlsəfədə deyirlər ki, inkişaf üçün köhnə nəsə mütləq yox olmalıdır. Yəni, yeni yaranan şey köhnəni əzir. Sıxışdırıb çıxarır. Məsələn, mən uşaq olanda diskli telefonlar var idi. Düyməli telefonlar gəldi, diskli olanları inkar etdi. Sonra smartfon gəldi, düyməlini inkar etdi. Klassik dialektika deyir ki, yeni həmişə köhnənin məzarlığı üzərində qurulur. Bəli, qayda budur. Amma bu mətn deyir ki, yox. Kainat o cür işləmir. İnkar deyilən bir şey yoxdur. Bunun əvəzinə müxtəliflikdən müxtəliflik prinsipi var. Müxtəliflikdən müxtəliflik. Gözəl səslənir. Çünki bizim ilkin bir yaddaş kamilliyimiz var. Barlıq silinmir. O, mətndəki ifadə ilə desək, ellipsoid daxilində sadəcə başqa bir formaya çevrilir. Yəni, müxtəlifləşir. Bir saniyə. Ellipsoid dedim bayaqda. Mətnin bu termini mənim üçün həmişə biraz müəmmalıdır. Yəni, kainatın qabığı, yumurta və ya reqbi topu formasındadır. Niyə mükəmməl dairə deyil? Bu, əslində çox dərin həndəsi məsələdir. Sferik kürə hər tərəfə eyni qüvvə ilə tarazlanıb, yəni statikdir. Heç bir hərəkət yoxdur içində, eləmi? Dəqiq. Amma ellipsoiddə oxlar fərqli olduğu üçün içərisində dinamik bir gərilmə var. Bir tərəfə daha çox genişlənmə və hərəkət potensialı. O, çevik formanı simvolizə edir. Yəni, varlıq yox olmur, ellipsoidin içində qat-qat artır. Bu qatlar məsələsi mənə matryoşka oyuncaqlarını xatırlatdı. Sən böyük gəlinciyi açırsan, içindən yenisi çıxır. Aha. Klassik fəlsəfə deyərdi ki, yeni tapıldısa köhnə puç oldu. Amma bu mətn deyir ki, yox, yeni gəlinciyi tapmaq əvvəlkini məhv etmiş. Biz sadəcə ellipsoid daxilində yeni müxtəliflik kəşf edirik. Və yaddaşımız da bizə o xarici matroşkaların hələ də orada olduğunu sübut edir. Dinləyici bax, bu o deməkdir ki, sənin şəxsi həyatında itirdiyini düşündüyün illər, səhvlər, yəni bitmiş münasibətlər heç biri puç deyil. Onlar sənin indiki şəxsiyyətini, o yeni gəlinciyi formalaşdıran mütləq yaddaş qatlarıdır. Çox düzgün vurğuladın. İnsan dərrakəsi varlığı inkar etməyə proqramlaşdırılmayıb. Hətta sən özünü faniliyə inandırsan da, şuurun deyir ki, yox, bu an yaşanıb və əbədiyyətə həkk olunub. Və bunu qəbul edən insan artıq o fanilik qorxusundan da azad olur. Çox gözəl mənzərədir. Amma bir sual yaranır. Əgər bu matryoşka qatları sonsuzdursa, biz hara gedirik? Bir son dayanacaq varmı? Bu sual bizi mənbənin ən fundamental hissəsinə, yəni ilkin müqəddəsliyə qayıdış mövzusuna aparır. Mətndə böyük yaradanla dialoqda deyilir ki, bəşəriyyət maddiyyata bağlanmamalıdır. Məqsəd kamilləşib o müqəddəsliyə çatmaqdır. Aha, o ağ geyimdə olmaq məsələsi. Bəli. Dialoqda var ki, bəşəriyyət qayıtsa, təkrar bəşəri yaranış olmayacaq. Onlar cəm kainatlarda, əvvəldəki kimi mütləq azadlıq içində hərəkət edəcəklər. Bəli. O dialoqda mənim ən çox diqqətimi çəkən detal isə heyvanlarla bağlı olan hissə idi. Yəni, adətən fəlsəfə ancaq insana fokuslanır. Amma burada deyilir ki, heyvanlar da bağışlanacaq və zərrə işığına dönəcəklər. Çox poetik yanaşmadır əslində. Elədir. Təsəvvür elə ormanda ov dalınca qaçan bir qurd və ya uçan quş öz instinktlərindən qurtulur, mütləq işıq zərrəsi olub süzülür. Bütün kainat pak ağ işıq olur. Amma məhz burada mənim çox ciddi bir etirazım yaranır. Maraqlıdır. Hansı məntiqi etirazdır bu? Bax, inkişaf və hərəkət üçün həmişə bir ziddiyyət, təzyiq lazımdır, düzdür? Əgər sən, mən, heyvanlar, hər şey kamilləşib ağ işığa çevrilirsə, o sakitliyi tapırsa, bu o demək deyilmi ki, hekayə bitir? Yəni dinamika dayanır. Bəli.
Mükəmməllik həm də inkişafın dayanması mütləq bir durğunluq deyilmi? Kinonun son titrləri gedir da belə çıxır. Çox rasional etirazdır. Əgər hər şey mütləq işığa dönüb orada qalsaydı, bu sonsuz bir durğunluq olardı. Və mənbə də elə bu paradoksu həll etmək üçün fəzaya yeni, nəhəng bir oyunçu daxil edir. Yəni sükunət olmur. Olmur. Çünki varlıqda hərəkəti təmin edən qüdrətli bir ziddiyyət var. Mənbə bunu qara varlıq adlandırır. Qara varlıq. Deməli, o rahatlığa kimsə müdaxilə edir. Bəli, bu qara varlıq o kamilləşmiş kainatları məhv etmək üçün onları sıxmağa çalışır. Bayaqki ellipsoidi kiçiltməyə, içindəki işığı zülmətə qərq etməyə cəhd edir. Bir dəqiqə. Bu sıxılma məsələsi. Bu mənə uşaqlıqda oynadığımız rogatkanı, yəni sapandı xatırlatdı. Yəqin sən də oynamısan bunu. Təbii ki, bəli. Çox dəqiq bənzətmədir əslində. Dinləyici bir anlıq bunu təsəvvür et. Qara varlığın o işığı sıxaraq məhv etməsi, elə bil ki, sapandın rezinini bütün gücünlə geriyə çəkməkdir. Qara varlıq o rezini çəkdikcə elə bilir qalib gəlir, işığı əzir. Amma əslində tam əksi baş verir. Düzdür. Fizika qanunlarına görə sən o rezini nə qədər geriyə çəksən, o qədər potensial enerji yığılır və tam o tarım nöqtəsində işıq qəflədən buraxılır. Bəli, börük yaradan pak işığını yenidən toplayır və o sıxılmadan əvvəlkindən 1000 dəfə böyük partlayış baş verir. Yəni, o sıxılma əslində yeni yaranışın motorudur. Yeni partlayış zülməti parçalayır. Bu sapand bənzətməsi məncə o ebedi yaradılış dövrünü əla izah edir. Yəni, sıxılma son deyil, sadəcə genişlənmək üçün toplanan enerjidir. Özdə mənbə bu genişlənmənin mexanikasında verib axı, düzdür? 6 tərəfə hərəkət anlayışı var idi. Bəli, tamamilə düzdür. İndi fəzaya baxsaq, biz bilirik ki, 3 ox var. İrəli-geri, sağ-sol, yuxarı-aşağı. Aha, X, Y və Z oxları. Bəs bu necə 6 tərəf olur? Elə hər oxda 2 istiqamət olduğu üçün, yəni müsbət və mənfi, cəmi 6 istiqamətli irəliləmə olur. Amma fizikada bir də fırlanma hərəkəti var. Əgər həm irəliləmə, həm fırlanma olsa, 12 sərbəstlik dərəcəsi yaranar. Bəs niyə yaradanın bu nizamında fırlanma yoxdur? Yəni bu qəsdən edilib. Mənbə buna heyrətamiz cavab verir. Qeyd olunur ki, 12 istiqamətli mürəkkəb fırlanmalı model insan dərrakəsi üçün həddindən artıq ağır olardı. İnsan beyni bunu qavraya bilməzdi. Ona görə ilk işığın forması kürəvi dairə şəklində olub. İnanılmazdır. Yəni, kainatın təməl riyaziyyatı belə biz onu anlayaq deyə optimal saxlanılıb. Əgər 12 dərəcə olsaydı, yəni beynimiz yanardı da belə desək. Bəli, yəni kainat həm nəhəngdir, həm də bizim dərk edə biləcəyimiz qədər nizamlıdır. Nəticədə ortada çox sadə bir həqiqət qalır. Biz məhv edilə bilməyən, hər ziddiyyətdə güclənən böyük bir işıq şəbəkəsinin parçasıyıq. Fanilik, yoxluq, hamısı sadəcə illüziyadır. Tam olaraq, qara varlığın sıxma cəhdi və yaradanın genişlənən işığı arasındakı o ziddiyyət, əbədiyyətin sadəcə necə mövcud olduğunu deyil, necə işlədiyini göstərir. Bu, heç nəyi unutmayan, dayanmayan bir mexanizmdir. Beləliklə dinləyici, biz bu dərin fəlsəfə dənizindən yenidən sahilə qaydırıq. Amma bu nəhəng kosmik anlayışları səmada qoyub getməyək. Gəl bunu sənin şəxsi həyatına endirək. Aha. Əgər bütün kainatın məntidi belədirsə, yəni heçlik qeyri-mümkündürsə və sənin hər bir xatirən içindəki o ellipsoidin silinməz qatıdırsa, o zaman bəlkə gündəlik həyatımızdakı itkilərə tam başqa bucaqdan baxaq. Maraqlı yanaşmadır. Sən hiss edəndə ki, bütün qapılar üzünə bağlanır, sanki bir qara varlıq səni əzir. Bəlkə o dərin böhranlar sənin sonun deyil. Bəlkə bu, sadəcə sənin şəxsi sapandının geriyə çəkilməsidir. O rezinin ən tarım çəkildiyi an, sənə zülm etmək üçün yox, sənə həyatının növbəti böyük işıq partlayışına hazırlamaq üçündür. Ona görə sənə bir sual qoyuram. İndiyə qədər həyatında səni məhv etdiyini düşündüyün o sıxılmalar, əslində səni hansı yeni işığa doğru fırladıb? Biraz bu haqda düşün. Növbəti söhbətimizdə görüşənədək. Hələlik.